Salamünaleyküm uşaqlar. Durduk, yarışa son 90 gün qalıb. Gedirik ilk boşuma dəyər çəkiyə baxmağa. Yarışın qurma diyetinin ilk günüdür. Görək çəkimiz neçə kilodur. Bu gedişatı sizinlə bölüşəcəm. Bacardığım qədər tez-tez YouTube'a videoları çıxartmağa çalışacağım bu qurma dönəmində. Getdik çəkiyə baxmağa. Səhər vakumumuzu edirik. İndi vitaminləri qəbul edəcəm. Burada var D3K2, çinko, bu da magnezyum. Burada səhər yeməyimiz var. Qarşılaşırıq. Bu yulafdan hazırlanmış səhər yeməyi, yumurta, burada da yaşıl çay. Bunu tez bazar bədənə vurum, keçək işin başımıza. Biz gedirik işə, tələsirik həmişə kimi. Məşqçiliyə artıq yarışdan sonra may ayından bəri axtardım iş. May yox, hətta aprel ayından. Bəli, dekabr ayında artıq dekabr ayının sonu məşqçi üçün vakansiya iş tapdım. Allah ruzunuzu yetişsin. Gəldik, çatdıq zala. Zalı açın. İşıqları yandıraq. İdman öncəsi biz qarşımıza hazırlayaq. 5 qram kreatin. Yine bunu açaq. 8 aydır ki, mən saçımdan istifadə eləmədim. Düz 8 aydır. Hadi açsam mı? Buradan da 7 qram stirler malat. Burada 1 qram bulmalar düzümüz. Şumaşa salaq. Burada da 2 çay qaşıq kopyamız var. Məşqdən qabaq çək, girək idmana. Enerjimiz bol olsun. Uşaqlar, artıq saat 10'dur. İdmanıma başlayıram. Sizinlə formamı bölüşmək istəyirəm. Bugün ayın 26'sıdır, yanvarın. Bir də 90 gün sonra 26 apreldə ideal formanı görəcəksiniz. İndi paltarı çıxarım, üst bədəni. Forma hal-hazırda belədir. Düzdür. Yağlanmışam. Qurmanın ilk günüdür. İğrəncdir. Təbii ki, bu belə. Amma 90 gün sonra səhnədə ideal formanı görəcəksiniz. Şuraya da baxaq. Amma bu yağlıqdan vakum eləyə bilirik. Yəni vakum çox da itmir. Başlayırıq silməmizə. Burada isinmə seti girək, bir dənə turnik. İsinməmizə girdik. İndi 2 set ağırlıqla eləyəcəyik. İnşallah ki, çıxacaq, görək. Çəkərsən bir daha şey, sizin çək onu. Hoppa!
Əla. Qəbut. Burada 20 kilo əlavə edirik trosun üstünə. İsinmə setimizi eləmişik. 2 əsas set atacağıq. Burada indi hal-hazırda var 90 kilo. Trosun ağırlığı yetmir. Burada mən bunu çıxardıram. Düzdür, buradan sıxsa da biləyim ağırlığı da artan burada. Məcbur bu iş yapmalıyıq. Bundan istifadə edəndə bilək gücümüzdən istifadə eləmirik də. Başlayaq. Yolla. Dokuz yarım hə? Hə? Gözlə bir də. Solu girməmiş bir də kürü açaq. Yağ olsa da görünürdü o izlər. Bağla. Solu mən eləyim. Sən bağla. Videonu uzatmayayım, izləyicilər sıxılmasın. Bağla. Bilinir aparıcıdır. Reklam elədi zala da. Cəyini daşları çək, gör neçə kilo ilə təşkil gedəcək. Çəkini çək. 90-90'dır. Bunu 2 qol yox, 1 qolla eləyəcəm. Bunu bağlayayım, biləyimdə zədə olun, qatdalananda. Yox, hər dəfə yox, bilək qatdalananızda şeylərdə, itiş hərəkətlərində oldu, yetərlidir. Çox adam bunu belə bağlayır, yalanan biləyin üstündən. Belə deyil, bu biləyi tutmaq üçündür. Biləyi tutmaq üçün də bunu buradan belə bağlayırsan, tərpənməsin bilək. Gəl. Onu da çıxartdıq. Burada mən keçən həftə 55 kilo ilə 7 təkrar atmışdım. Bu dəfə minimum 7 atmalıyam. Görə çıxara biləcəm. Qışa. Son təkrar. İnkişaf var. Görə burada neçə təkrar atacaq? 40-dan təşkil. Bu da Sinur Fitness mərkəzində trener Rüfətin məşq zamanı göstərdiyi performanslardır. Amma valla özüm bir tələbə olaraq heç kimə məsləhət görmərəm ki, trener Rüfətlə çalışsın. Adamın canını alır. Suyunu çıxardır adamla. Yəni gecə əzələ ağrılarından yatmaq qeyri-mümkündür. Özümü güzel saxladım.
Uşaqlar, gəldi indi qarın əsirlərini çalışdırmağa. Çox insan 95 bəlkə də 99% bu hərəkət yanlışdır. Buradakı əsas məsələ bu belinizi çömətməkdir. Onu necə edirsiniz? Sinəni qarşıda yox, sinəni içəri salırsınız. Onda bel çöməlir. Sinəni içəri salırsınız, bu vəziyyətdə qalırsınız və ayaqlarda 90 dərəcədə qalmalıdır. Bu hissə 90 dərəcədə. Durub buradan işləməyin belə. Və dirsəklərimiz tutduz ağrı. Dirsəklərimiz cibimizə doğru gəlməlidir. Qarşıya belə yox. İndi göstərəcəm formasını. Bundan 2 əsassiyyət atacağıq. Bir də obliklərə işləyəcək. Oblikdə göstərməyəcəm. Obliklərə mən buradan durub yana. Buradan işləyirəm. Tək. Götürdük ağırlığı 90 dərəcədə qaldıq. Düşdük biraz aşağı. Çömətmişik özümüzü. Dirsək ciblərə. Burada qarnı stresdə saxladığınız üçün heç rahat da gəlməyəcək bu hərəkət. O zaman sizdə yəni bu ağırlığı qat-qat düşürə bilərəm. Bu 20-32 olub, trosun çəkisindən alıb eləyərəm. Amma belə işləyəcəm. Əgər doğru işləyirsinizsə, bu nəfəsinizi kəsər bu hərəkət. Heç uşaqlar, mən gedim 2-ci setimi atacağım dincəldikdən sonra. 3-cü set oblik olacaq. Ondan sonra da biraz pozing üzərində işləyəcəm. Sonra yemək yeyib kardio edəcəm. Pozing klassik fizikə çıxmaq fikrim var IFBB-də belə. Ona görə səhnə hazırlamışam. Səhnəm hazırdır. Sadəcə bunu burada göstərmək istəmirəm. Qoyun sir qalsın. Səhnədə o hazırladığım səhnəni inşallah görəcəksiniz. İzləmədə qalın ki, onları görə biləsiniz. O hissəni çəkməyəcəm. Vlogda bəlkə bir hissəni paylaşaram. 5 saniyəlik falan, 3 saniyəlik. Amma tam olaraq halın heç bir vlogumda paylaşmayacağam. Bəlkə bu ilk vlogum olacaq deyə yarış hazırlığında. Onda Instagram, TikTok üzərindən paylaşa bilərəm. Uşaqlar birazdan telefon gəlir. Ona görə zaman azlığı var. Dedim gələnə kimi həm yeməyimi də yeyim, kardiyomu edeyim. Ona görə kardiyo yeməyimi yeyəcəm. Burada düyüdür, toyuq sinəsidir, bir də kağıdı. Duz yox qatışdırmışam. Yeyirəm. Sonra da bir banan var. Onu da ödül olaraq glikogenini dolduraq. Bitən enerjini geri qaytaraq. Çağı doldu. Çağını özüm bol qoydum ki, acıram. Şöyle. Az böyle yerine gidiyor. Bu da kabra. Bu da IFBB-də şey eləyəcək, çıxış eləyəcək. Adı Məhərrəmdir. Yeni natural aktivite olacaq. İnşallah videoya baxda sağlam olacaq. İstifa çəkirəm. Həqiqətən. Kəlbəm də gəldi. Əl elədim, mən onu da elədim də. Əl elədim də. Sağ olun. Yanlara 80 kilo. Daha. 1, bura kimi. 3, 4, 5, qəşəng sıramsan. 6, sıx. 7, sıx. 8, sıx. Bir də. 9 əla. Bu uşaqlar nəyə görə dedim qısa aralıqda eləsin.
Yuxarı qaldıranda trisepsin aktivasiyası daha çoxalır. Sinədən stres çıxır. Ona görə bacardığımız qədər qısa sinəni aktiv edə biləcəyimiz açıda işlətməyə çalışdıq. 2,5 taxmışdın sən bayaq. Hə? Tamam. Çək. So. 1, sıx. 2, sıx. Əlasan. 3, 4, 5, 6, 7, sıx. 8, 9, bir də də. 2 də çıxacaq, 2 də çıxacaq. Davay, davay, davay. Sıx. 1, bir də də. 2, əla. Qoymurlar hemen kardio eləyimi, qoymurlar. Bu da onlayn tələbəmdir. Gəlib bir günü Gəncədə qalırdı. Daha doğrusu gəlib. Salamlar hamına. Hamıya salam olsun. Sən solu girəsən. Düz bayaqdan biz burada kardionu bitirməmiş gəldim elə bunun başı üstünə durum. Gəncədən tələbəmdir. Gəlib Bakıya bir günü. Allah razı olsun. Məni dəvət elədiyiniz üçün çox sağ olun. Layiqincə məşqimizi eləmək. Ama vaxtına kardio vaxtıma düşdün də. Hey. Evet, gəl at şeyi. Bunun disəyi bu. Biraz da vur, balonu vur. Vur ama qabağa elə. Ay sağ, hə. 2 sıx. 3 sıx. 4 sıx. 5 sıx. 6 sıx. 7 sıx. 8 sıx. 9 sıx. 10. Uşaqlar, ayın 26-sı, aprelin 26-sı. Bu bədən tam mensizliyi idi. İnşallah layiqi yerini alacaq bu bədən. Genetika həqiqətən mensizliyə çox oturur. Bir dənə mens bazirovkası versin, bir dənə baxaq. Vlogdan bir hissə. Gətir buradan çəkək. Buradan. Ay sağ. Sağa dön. Oturub çıtır-çıtır dayan. Çox incədir bellə. Hələ bu qurmada deyil. Tam. Sıx. İdeal. Biraz aşağı yat. Ay sağ. Mədəni boşalt. İndi dur, bir dənə çiyinləri sıx, çiyinlərə baxsınlar. Əlavə qida olaraq da heç bir şey hələ almır. İnşallah layiqi yeri götürəcək bu bədən. Amin palçırıq da verə-verə mənə də qızışdırdı. Mən də palçırıq verilməsindən. Bu mesleğidir, mən də klasik uyumdu ya. Bu öz palçırıq falan versin, mesleği mən də klasik. Gəl. Yavuz evler var. Tələbəm burada yeməğini yiyir. Online tələbəm, gəlib məni görməyə. Allah razı olsun. Yeməyin dadını necədir? Söz ola bilməz.
Nə yeməsəm də bu yeməkdən vaz keçmək olmur. Çox süperdir. Öyündən saç bu yemək olsun, hə? Bəli. Xoş olsun. Məsləhət görürəm. Valla çox ləzzətlidir. Dadından da doymaq olmur. Ən favori yeməyim budur. Mənim qida proqramı var aslında. O ayrıdır. Bu da mənim yeməyimdir. Bunu götür qapağı. Burada bir balaca üstündən yemişəm. Düyüdür, kahıdır. Bir də toyuq sinəsidir. Onunla aşpaz ola bilərik də biz. Təbii ki, bodybuilding o qədər öz yeməyini hazırdır ki, aşpazlar Bunlar elə belə böyümür. rəqabətə də girə yəni. bilər. Bunlar elə belə böyümür. Əziyyət, disiplin, ən yaxşısı da dadlı qida. Biz oturaq yeməğimizi yeyək. Xoş Bizə nuş olsun. olsun, siz də izləməyə davam. Mən bundan əlavə son oyunum qalır axşam. Kartofla, toyuq. Və işdən sonra gəldik evimizə, belə bir mənzərə ilə qarşılaşırıq. Sağ olsun mama hazırlayıb və bunu da yeyib videolara hazırladıqdan sonra gedəcəyik yatmağa. Videonu isə bura qədər izlədinizsə təşəkkürümü bildirirəm. Gələn videolarda görüşmək ümidi ilə.